Bugün iki xəstəmizə cərrahi əməliyyat planlaşdırmışdıq. Birinci xəstəmizdə daha müasir üsul olan NT üsulundan istifadə etdik. İkinci xəstəmizdə isə yenə varikoz və varikozun fəsadı olan tromboz var. Yəni varika tromboflebitlə olan xəstəmizdir. Burada isə lazer müalicəsi eləyəcəyik və lazer müalicəsinin siz sonraki etaplarını görəcəksiniz. İndi bizim əsas işimiz bu dəqiqə patoloji dəyişikliyə uğramış damarı tapmaq, ora düşmək və sonraki prosedura ardıcıl olaraq yerinə yetirməkdir. Zələ xanım, ağrı yoxdur? Xeyr, heç ağrı yoxdur. Bir narahatlıq yoxdur. Heç narahatlığım yoxdur. Xəstəmizin 70 yaşı tamam olur. Bugün özdə. Biz özdə bugün, bəli, doğrudan heç yadıma düşmür. Dünən o gün danışdıq axı biz. 70 yaşında öz-özünə böyük hədiyyə elədi. Neynədi? Həm varikozundan canını qurtarır, həm də dediyim kimi varikoz damar içərisində yaranmış olan trombun ciddi fəsadından özünü straxovka edir. İkinci əməliyyatımız da sona çatdı. Burada xəstəmizin diaqnozuna uyğun olaraq 3 əməliyyat icra olundu. Səthi venanın lazer ablasiyası, genişlənmiş venaların xaric edilməsi və eyni zamanda da skleroterapiya. Beləliklə də bugün günümüzün tələblərinə uyğun olaraq bütün əməliyyatları biz icra etdik. Xəstəmiz isə müəyyən vaxtdan sonra, yəni bir 15-20 dəqiqədən sonra klinikanı tərk edib öz həyatını davam edəcək və bu axşam da yubileyini qeyd edəcək. Sağ olun.